Bismillahirrahmanirrahim. Elhamdülillah vahdə və salatu və salamu alə mən lə nəbiyyə bədə mə bə'd. Selamu aleykum və rahmetullah və barakatuhu. Deməli, dərsimizi davam edirik və mövzu da şirkdən qorxma mövzusudur. Çünki keçən dərsliyi müəllif bu cür adlandırıb. 4-cü babda kitabda, 4-cü fəsil bu cür adlandırıb. Və müəllif rahiməhullah yəni fikir versəz babda, fəsildə 2 dənə ayə gətirib və 2-3 dənə hədis gətirib və salam. Və müəllif demək olar ki, öz sözündən danışmır. Ancaq Qurandan, bir də Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyib odur. Və bu onu göstərir ki, bu müxaliflər ki, nələrsə nə gəldi deyirlər ki, göy ki, və elə göstərmək istəyirlər ki, avamlara göy ki, bu şeyx bu əqidə özünə ixtira eləyib. Özünə ixtira eləməyib və elhamdülillah bu əqidə Quran sünnədədir, bütün Peyğəmbərlərin əqidəsidir, sahabələrin əqidəsidir. Və fəsildə söhbət şirkdən gedir. Və dedik ki, şirkin növləri var. Nələ deyək, qardaşlar? Neçə edir növ? 2 edir və bəzilər 3 deyir. Və bilirsiniz, kiçik şirklə böyük şirkin fərqləri nədədir? Böyük şirki necə tanımaq olur? Böyük şirki o vaxt tanımaq olur ki, o əməl üçün, o söz üçün cəhənnəm gəlib, əbədiyyən. Yəni, böyük şirkin həddi budur. Kiçik şirkin həddi isə tanımaq üçün. Odur ki, onun üçün düzdür. Əbədiyyən cəhənnəm gəlməyib, ancaq böyük günahların içindədir. Kiçik şirk də böyük günahların içindədir. Lakin, gələk çoxalmamaq şərti ilə. Kiçik şirkin növlərindən misal, məsələn, riya. Hansı ki, müəllif də rahiməhullah gətirib bunu. Və həmçinin sonra məsələn, sap bağlamaq əlindən və uşaqlarda gözmuncuğu, dəmir-dümür taxmaq və ya demək ki, məsələn, sözündə Allah və sən istəsən. Bunlar hamısı nədir? Kiçik şirklərdir. Və ya üstündə nəsə gəzdirmək, dua azad, onlar olmaz. Nə üçün olmaz? Çünki sahabələ eləməyib, Peyğəmbər səhət deməyib. Həmçə ağılla da tabletkanı atçı və gəzdir həbbəni. Faydası olacaq? Yox. Hətta o görə içirsən. Nədir? Və sonra müəllif keçən dərsdə dedi ki, dua da nədir? Dua da ibadətdir. Dua da ibadətdir. Və ibadət də gələk yalnız nəyə olmalıdır? Allaha. Allahdan qeyrisinə olmaz. Allahdan qeyrisinə olsa nə olur? Şirk olur. Ya böyük olur, ya kiçik. Ya da gizli. Belə deyik. 3 qismə bölsək. Yaxşı. Bu saat məsələn, dedik ki, duanın növləri var. Var, dua ibadət sayılır. Məsələn, namaz kimi, oruç kimi, orada edilən dualar. Var, həmçinin dua məsələ. Yəni, sual dualısıdır. O da 2 növdür. Dua məsələ ki var, 2-ci növü. Nə vaxt şirk olur? Kim deyər? Nə vaxt şirk olur? Dua məsələ. 2-ci növü şirk, duanın. Səndən yaxında olmayan və ya da qadir olmayan. Həm də qadir olmayan bir şeyi istəmək. Məsələn, qəbirdən qeyb istəmək və ya insandan yağış istəmək və s. Bunlar şirkdir. Bunlar şirkdir, bunlar küfürdür. Bunlar böyükdür. Amma məsələn, o şeylər ki, qadirdir insan, məsələn, deyirsən ki, su ver mənə. Götürüb verə bilər. İnşallah bunda bir şey yoxdur. Bu cür istəmək, kimdənsə o şey ki, qadirdir, o şəriət caiz görüm onu. Və indi təzə o növlərdən biri hansı ki, yayırlar qardaşlar arasında, o da Peyğəmbər sallallahu şəfaətçi olmağı istəmək. Bu təzə növdür, bilmirəm, kimlər eşidib.
Kimlər eşitmir? Bəzilə anlanıblar. Deyirlər ki, Peyğəmbər sallallahu aleyhi ve sellem indi də qəbrinin yanında dayanıb və ümumiyyətlə duanda şəfaət istəmək olar ki, qiyamət günü sənin şəfaətçi olsun. Bu da şirkdir. Şirkin növüdür. Lakin var indi, məsələn, şəhərdə bəzi qardaşlar allanıblar. Baxçılar da xaricdə oturub. Avropada. Ölkənin birində oradan Həmbəli məzhəbi pərdəsi altında sufiliyi yayır. Və bir istədir, tarixdə fikir, belə qısa keçsöz, dəvətdə çox adamlar olub, çox olmasa da olublar, hərəsi bir şeylə gəlib. Hərəsi bir mövzuna. Biri məsələn gəlib ki, filan kəs kafirdir, biri gəlib şal, əba məsələləri. Bu tezə çıxdı, bu tezə dəbdir, tezə moddur. Peyğəmbərdən indi də şəfaət istəmək. Olmaz. Peyğəmbərin qəbrinin yanından. Qəbrinin yanından. Allahdan yox. Birbaşa ondan. Bu şirkdir. Amma istəmək olar ki, ya Rəbb, mən qiyamət günü Peyğəmbər sallallahu əleyhi və səlləm şəfaətinə əsk eləməm. Allahdan. Olar belə. Peyğəmbərdən olmaz. Peyğəmbərdən olmaz axı. Nə qəbrinin yanından, nə də qeyri qəbrinin yanından. Olmaz. Çünki o ölüb. Allah subhanət hələ buyurur ki, İnnəkə meyyutun və innəhum meyyutun. Ölüb. Sadəcə, bəzilərində sufilərdə əsasən o meyyidlərə ibadət edənlərdə nədir? Şübhə ki, Allah Teala deyib ki, şəhidlər, peyğəmbərlər ölməzdə onlar diridirlər. Şəhidlər diridir. Diridirlər, bəli. Harada? Bizim aramızda yox, Allah yanında. Ayədə gəlir, Allah yanında onlar diridirlər. Yəni, ölü deyirlər, ölü yaddan çıxıb gedir. Amma onlar həmişə zikirdə, yəni, həmişə gündəmdədirlər. Bu da fəzilət baxımından deyilib. Bunlar başa düşürlər ki, yox, diridir bizi kimi. Yəni, münasibət qurmaq olar, onlarla davam eləyir. Bu da olmaz. Onlar ölüb. Qəbirləri var. Peyğəmbər s.ə.v qəbri Mədinədədir. Sağlığında demək olardı. Sağlığında demək olardı, ki, ya Rasulullah, qiyamət günü mənim üçün şəfaətçi ol. Amma öləndən sonra olmaz. Bu şirkdir. Necə Şeyxülislam İbn Teymiyyə deyir. Fatavidə, deyəsən, 185-186-cı səhifələrdə, birinci cilddə. Böyük şirklərdən. Böyük şirklərdəndir. Böyük şirkdir bu. Aydındır. Və şirkin növləri çoxdur, qardaşlar. Şirk, məsələn, duada görürsən şirk var. Məsələn, qəsdə, niyyətdə ola bilər şirk. İtaətdə ola bilər şirk. Sonra sevgidə ola bilər şirk. Əgər insan həddini aşsa. Hansı ki, itaətdə şirk maraqlı mövzudur. İnşallah, lakin müəllif inşallah qabaqda gətirəcək bir məsələ, ayrıca fəsil ayrıb. Ona görə inşallah orada şərh edərik. Və həmçinin, qardaşlar, müəllif bu fəsildə, ümumiyyətlə bu babda xülasəsi budur ki, bu fəslin, bu babın ki, əgər salamat qalmaq istəyirsənsə, yəni şirkdən uzaq dayan. Şirkin təhlükəliyin bəyan edir bab, fəsil. Bu fəsil. Müəllif də onu qeyd etmək istəyir. Və xüsusən də gətirib Peyğəmbərlərin qorxmağın, Peyğəmbərlərin şirkdən qorxmağın qeyd edib. O da bir ayəni gətirib. Əgər İbrahim əleyhissalam şirkdən qorxurdusa, hansı ki, tovhiddə rəmzdir, tovhiddə, təkallahlıqda və təsəvvürlə biz necə qorxmalıyıq Allah şərik qoşmaqdan. Müəllif, yəni, ona görə o ayəni gətirir. Həmçinin Muhammed sallallahu aleyhi ve selləmi gətirir o hədisi ki, Peyğəmbər sallallahu aleyhi ve selləmizi özü də qorxurdu və həmçinin sahabələri də qorxurdu. Peyğəmbər sallallahu aleyhi ve selləm o hədisdə gəlir axı. Məsələn, ən qorxduğum məsələlərdən biri kiçik şirkdir. Dedilər, hansı dedir riya? Və bunu kimə deyir? Əbu Bakır, Ömər, Osman, Əli, Həsən, Hüseyin, Abbas. Onları deyir, Əbu Hureyra və s. Və təsəllü biz necə qorxmalıyıq. Ona görə bəzən deyəndə ki, biz danışanda şirkdən deyirlər, bunlar elə, bu vahabilər elə danışırlar şirk, tohid, şirk, tohid. Elə din budur da. Yəni, sən əgər bunu deyər kim? Şirki bilməyən. Şirki bilməyən.
Ona görə müəllif, rahimullah, bu məsələyə ayrıca yer ayırıb və bildirib ki, bundan qorxmaq lazımdır. Və bundan qorxmaq insanı salamat saxlayır. Tohiddə salamat saxlayır. Amma arxançılıq isə neynir? İnsan aparır. Aparır şirkə xüsusən. Növləri də çoxdur, qardaşlar. Necə bəzilərini toxunduq. Və həmçinin, qardaşlar, fəsildə olan faydalardan indi inşallah o fəslin sonunda müəllif rahimullah məsələlərin içində gətirəcək. Ola ki, biz dərsi keçəndə bir hədisdə qaldıq, axırıncı hədisdə, yəni müəllif rahimullah Cabir radiyallahu anh'ın rivayətində, çünki ondan qabaq biz nə götürdük, arkadaşlar? Ondan qabaq götürdük, deməli, ayə götürdük, birinci müəllif başladı ayə ilə, Nisa 116, sonra deməli, bir ayədə gəlir İbrahim 35 və sonra hədis gətirir. Peyğəmbər sallallahu hədisin, Əhməd rahimehullahın rivayətin, riya barədə və sonra deməli, Cabir, İbn Məsudun radiyallahu anhu rivayəti gətirir və sonra gətirir, deməli, Cabir radiyallahu anhu. Biz Cabirdə yandıq rivayətində. Və Cabir radiyallahu anhu böyük sahabələrdən biridir, atasıyla bir yerdə, Cabir ibn Abdullah İbn Amr. Deməli, ənsarilərdən biridir. Sələmin qəbilisindəndir, ənsari idi. Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrindən biri idi, məşhur idi. Və hicrətin təxminən 90-cı illərindən sonra dünyasını dəyişib. Yəni, yaşayıb kifayət qədər. Hicrətin 90-cı ili. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem sonra 80 il yaşayıb elə. Və hətta yəni, elə qocalır ki, gözləri tutulur. Təxminən 94-95 yaşında dünyasını dəyişir sahabi Mədinədə. Və Müslim rivayət edib onun rivayətin, Səhih Müslimdə bu hədis, deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, mən ləqiyyəllah lə yüşrik bihi şeyən dəxələl cənnə və mən ləqiyyəhu yüşriku bihi şeyən dəxələn nər. Yəni, müəllif gətirir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, kim Allahla qarşılaşanda, Allaha şərik qoşmayan kimi qarşılaşsa, daxil olacaq cənnətə. Və kim Allaha şərik qoşan kimi qarşılaşsa Allahla, daxil olacaq cəhənnəmə. Yəni, xülasə. Hələ fəslində xülasəsi budur. Yəni, həyatda da əgər Allaha şərik qoşansansı, daxil olacaq cəhənnəmə. Sadəcə burada şərik qoşan kürbəcül ola bilər. Var, əkbar, yəni böyük şirkiliyən, o əbədiyyəndir. Asxar, kiçik şirkiliyən, o, ola bilsin, Allah istəyi altında olsa da, ola bilər girsin müvəqqəti. Lakin sonda o cənnətdədir, inşallah. Və burada müəllif, rahimullah, bu hədisi gətirir. Və hədis də bildirir ki, yenə cənnətə daxil olmaq üçün bir dənə şərt var. Gərək şirkdən uzaq olasan. Yalnız tohidə, Allaha tohiddə ibadət eləyəsən. Və şirk deyəndə, qardaşlar, tohidlə müqayisədə, yəni şirk tohidin hər bir qismində ola bilər. Tohid neçə qismdir? 3 qismdir. Rububiyyə, uluhiyyə, əsma və sifət. Rububiyyə, yəni Allah subhanətə alə Rəbli, ki, hər şey xaliqi odur, ruzu verən odur. Bu tohiddə necə şirk ola bilər? Məsələn, ruzunu başqasından da görsün. Filan kəs ölü də ruzu verir. Və ya filan kəs ölü öldürən dirildəndir. Bu tohid-i rububiyyədə nədir? Şirkdir. Lakin tohid-i uluhiyyədə nədir? Tohid-i uluhiyyə ibadətə aiddir. Yəni, ibadət yalnız Allah olmalıdır. Tohidi, məsələn, rububiyyədə, uluhiyyədə, tohid-i uluhiyyədə şirk necə olur? Məsələn, ibadətdə Allahdan qeyrisini sərf eləyir. Duada dua bölür, Allahdan qeyrisini sərf eləyir. Qurban Allahdan qeyrisini kəsir və s. Əsma və sifətdə necə şirk olur? Tohid əsma və sifətdə. Yəni, Allaha xas olan sifətləri məxluqda görür.
Məsələn, bəzi sufilər var, deyirlər ki, danışmayın, şeyximiz eşidir. Yəni, şeyx eşidir də. Və ölüb və ya diridir, lakin uzaqdadır, tutaq ki, lakin deyir, eşidir. Olmaz belə. Düz deyir, sən gələsi telefonla ya şu çox saat qoysa eşidər. Ancaq şu çoxsuz, telefonsuz. Necə eşidər? O, Allah da eşidən ancaq. Nədir, qardaşlar? Ona görə olmaz. Yəni, Allah'a xas olan sifətdir bu. Elə deyil, qardaşlar. Bu, əsma-i və sifətdə şirkdir. Ona görə müəllif də rahiməhullah bildirib ki, burada mən ləqiyəllah, çünki Allah subhanətlə qarşılaşma olacaq qiyamət günü. Heç nələ belə deyil. Hər şey görə cavab veriləcək. Hətta heyvanlar da həşr olacaq. Baxmır, onlar mükəlləf deyil. Lakin onları kim zülüm eləyib? Onları kim zülmə haqq hesab olmaq üçün? Allahla da qarşılaşacaq. Aleyhisselam. Və hədisdə də gəlib ki, Allah subhanətə alə hər kəsinə ayrıca təkbidəyi soruşacaq. Dindirəcək. Və həmçinin gəlib ki, onu görəcək. Qiyamət surəsi 22-ci, 23-cü ayələr. Deyir ki, o gün bəzi üzlər sevinəcək, şad olacaqlar. Nəyə görə? Allah subhanətə alə camalına tamaşa edəcəklər. Və hədisdə də gəlib ki, 14 gecəli ay kimidir. Yəni, heç kəs deməyəcək, aydın olacaq. Heç kəs deməyəcək, çəkil baxın məndə və ya aydın görsənəcək. Yəni, Allah subhanətə alə özünü göstərəcək. Allah amin, Allah nasib eləsin bu şərəfə. Valla ki, kimlər ki deyir, görməyəcək, birinci olan dediyi səhvdir. Ola bilsə, onlar düz deyir. Çünki onlar görməyəcək. Hə. Onlar ola bilsə, düz deyir. Cəhətdən. Amma elhamdülillah, ayə aydındır. Baxmayaraq, Quranın tərcüməsi var. Sizə bünyad ona Vasif müəllimi. 10 il tərcümə ediblər, 10 ilə. Orada baxmayaraq, bu ayədə deyirlər ki, görəcək. Elhamdülillah. Orada da yükü görəcək. Hə. Yaxşı. Deməli, Peyğəmbər salasın buyur ki, kim Allahla qarşılaşanda, Allah'a şərik qoşmayan kim qarşılaşsa, daxil cənnətə. Qutardı, xulası budur. Yəni, bu onu göstərir ki, əsas budur. Əsas budur. Əməlin çoxluğunla deyil. Əməlin çoxluğu əsas deyil. Baxmaraq, yeri var əməlin. Lakin əsas budur. Təvhid və şirk. Təvhiddə olmaq, şirkdən uzaq düşmək. Düz o demək deyil, əməl heç nədir yox. Əməl də əsas dağdan biridir, lazımdır. Lakin əsas budur. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm, hətta Allah Subhanahu taala Quranda da nazil olmağın yollarından biri fikir versən, ən birinci əməllər çox gəlməmişdir. Ən birinci əqidə idi. Əsas əqidədir çünki ona görə. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm Mədinədə 13 il yaşadı. Bir dənə əməllərdən nə gəldi? Namaz. O da hicrətə 1-2-3 il qalmış. 2-3 il qalmış. Amma ondan qabaq 10 il, 11 il, 12 il bir dənə nə tələb olunurdu? La ilahe illallah. Kim la ilahe illallah deyirdi? Müsəlman idi. Lakin o vaxt ki artıq elhamdülillah müsəlmanlar çoxaldılar, dini başladılar başa düşməyə. Ondan sonra gəldi namaz. Sonra hicrət oldu. Sonra hicrətdən sonra başladı gəlməyə. Oruc, əməl başladı gəlməyə. Zahir əməllər başladı gəlməyə. Aydın. Ona görə qardaşlar, əsas ən birinci əqidədir. Ona görə müsəlman gələk birinci əqidəsini düzəldə. Və həmçinin qardaşlar, burada hədisdə qeyd olunan, əgər Allaha şərik qoşmasa, burada bütün şirklərin növləri daxildir. Sual verirlər ki, burada böyük şirk qəsd olunur, yoxsa bütün şirklərin növləri. Çünki kiçik şirkdə cəhənnəmə düşmək olar. Lakin düzdür, əbədiyyən yox.
Aydın da ya qardaş. Kiçik şirkdə cəhənnəmə düşmək olar. Çünki kiçik şirk hansı qismlərin içindədir? Böyük günahların içində. Böyük günah. Qardaş, aydındır da, aydındır. Aydın olmayana sorur. Hərdən yəni hamı baxır gələ, birdən görəm aydın olmaz. Aydın olmadı soruş ki nə? Sonra həmçin qardaşlar, həmçin hədisdə qeyd olunur ki, fayda çıxardırıq ki, cənnət və cəhənnəm bizə çox yaxındır. Yəni, cənnət cəhənnəmə düşməyə çox yaxındır. Yəni, addımlardır. Aleyhisselam. Addımlardır, qardaşlar. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib, cənnət, cəhənnəmin yaxınlığı elə bir ki, ayaqqabınızda o bağlanan ip var, ondan da yaxındır. Cənnət, cəhənnəm. Yəni, insan tez düşə bilər cənnətə hansısa bir əməlinə görə və həmçinin tez cəhənnəmə düşə bilər hansısa bir əməlinə görə. Ona görə bu nedir? Mömin gərək ehtiyatda olan, arxain olmaya. Çalışma lazım, tohid elmini öyrənmək və şirki öyrənmək. Şirki nöşü öyrənsən, düşməyəsən ona. Və insanlar görsən, bəzən şirk edirlər, lakin bilmirlər. Məsələn, uşaqlarda o gözmuncuğu açmaq, bu şirkdir. Kiçik şirk olsa belə. Və ya şəxslərdə nələrsə görmək və ya ölülərdə nələrsə görmək, pirləri şişirtmək. Hələm bəzi pirlər, hələm qəbir olan pirlər də növləri var, aleyhissalam. Bizdə görürsə pirlərin növləri var. Elə pirlər var, qəbirdir. Obyektlər də. Elə obyektlər var ki, heç qəbir də yoxdur. Ağacdır. Dağdır və ya daşdır. Bu müsibətdir, bu lap Krişnaitlikdir yəni. Heç qəbir də yoxdur orada. Yox, indi aydın da o biznes xarakteridir o. Amma yəni elə pirlər var ki, heç qəbir də yoxdur orada. Biabırçılıq. Müsəlman belə yerlərə gedməyə. Və həmçinin hədisdə la ilahe illallahın mənası görsənilir. Çünki la ilahe mənası nədir? İsbat və inkar. Və ya əks, inkar və isbat. Rükün ikidə. İnkar və isbatdan ibarətdir. Yəni, la ilahə, yoxdur ilah, məbud, ibadət edilən, inkar, illallah. Ancaq Allahdan başqa. İsbat. La ilahə, deməli, əqidə gərək inkar və isbat olmalıdır. İnkarsız isbat sayılmır, isbatsız inkar sayılmır. Sən gərək yalnız Allaha ibadəti təsdiqləyib, ondan savayı bütün ibadətləri inkar eləməlisən. Və onda əqidən düzgün olur. Bənim üçün, qardaşlar, yəni faydalar çoxdur, lakin əsasən yəni, bu fəsildə, bu hədisdə faydalar bunlar idi. Və sonra müəllif rahimehullah hədisi qeydləyəndən sonra Cabir radiyallahu anhunun sonra məsələlərə toxunur. Məsələlər də müəllif rahimehullah burada 11 dənə məsələ gətirib. 11 dənə məsələ, birinci, yəni məsələlər də nədir? Şeyx ayə hədisləri yazanda fəsildə sonra faydalar gətirirdi. Burada öz sözlərdir artıq. Və məsələn, şeyx gətirir ki, birinci məsələ, yəni birinci fayda, al-xovfu minəş-şirk, şirkdən qorxmaq mövzusu, şirkdən doğrudan qorxmaq lazımdır. Xüsusən də biləndə ki, şirk nədir? Onlar ki, şirkdən qorxmurlar, onlar bilmirlər şirk nədir. Və həmçinin müəllif, rahimehullah, bildirir ki, fəsildə aydın oldu ki, şirkin növlərindən də biri nədir? Riya, hədis keçdi. Və həmçinin fəsildən aydın oldu ki, riya kiçik şirkdir. Və həmçinin dördüncü məsələ gətirir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem yəni göstərir ki, o hədisdə ki, Peyğəmbər sallallahu qorxmağı şirkdən sahabələr üçün, hətta salihlər qorxmalıdırlar kiçik şirkdən, riyadan, kiçik şirkdən, hətta salihlər qorxmalıdırlar, heç kəs arxain olmasın.
hələm kiçik şirk, hələm xəfi var, görünməyən. Və 5-ci fayda, məsələ, şeyx gətirir ki, rahimullah, ki, cənnət cəhənnəmin yaxın olması, yəni insan cənnətə bir addım, cəhənnəmə bir addım qalması və cənnət cəhənnəm də bizim əqidəyə görə nə deyim? Məxluqdur. Yəni, qiyamət günü xəlq olunmayacaq. Artıq yaradılıb. Məxluqdur, var, səmadadır. Aydındır, bizim əqidəyə görə səmadadır, xəlq olunub, hələsi öz əhalisini gözləyir. Onlar da danışır, danışa bilir, məxluqdular. Və həmçə əqidəmizə görə cəsədlə heç kəs girməyib oraya indiyəcən. Sadəcə ruhla girib. Ruhla cənnətə, şəhidlərlə, peyğəmbərlərin ruhu girib. Amma cəhənnəmə, bilmirəm, gəlməyib bu validi ki, ruh girib indiyəcən. Hamı gözləyir. O da haqq-hesab günü. Qiyamət günü olacaq, imtihan, ondan sonra hər kəs öz payını alacaq hər yerdə. Sonra 6-cı məsələ, şeyx buyurur ki, rahimullah, yəni, tohid və şirkin, cənnət cəhənnəmin, yəni, bir dənə hədisdə cəm olunması. Yəni, bəzən hədislər görür ki, hansı bir məsələdə ayrıcı danışır, lakin Peyğəmbər sallallahu aleyhi ve sellem həm tohidi, həm şirki, həm cənnət və cəhənnəmi bir hədisdə qeyd olub. Bu da faydalardandır. Həmçinin sonra 7-ci fayda məsələ, şeyx buyurur ki, rahimullah, kim Allahla görüşəndə Allah'a şərik qoşan idisə, daxil olacaq cəhənnəmə, lab insanların içində lab ibadət eləyənlərdən sayılsa da, ibadət eləyənlərdən sayılsa belə, yəni əgər şirk varsa, cəhənnəm labüddür. Bir dənə indi o böyük şirkə labüddür, kiçik şirksə girə bilər, Allahın istəyi altındadır. Və həmçinin 8-ci məsələ, şeyx buyurur ki, rahimullah, ki, məsələni deyir, əzəmətliyin göstərir ki, şirkdən çəkinməyin Peyğəmbərin duası. İbrahim əleyhissalam dua elədi. İbrahim əleyhissalama dua elədi ki, ya Rab, məni və aləmi, zürriyyətimi şirkdən qoru. Bu, məsələnin əzəmətliyin göstərir. Yəni, balaca məsələ deyil. Və həmçinin 9-cu məsələ 9-cu məsələ də şeyx buyurur ki, rahimullah, yəni görsənir ki, cəmaatın çoxluğuna baxmaq, ibrət almaq. Çünki cəmaatın çoxusu görsən, şirk eləyir. Cəmaatın çoxusu zəlalətdə olur. Yəni, ondan faydalanmaq. Və həmçinin müəllif ola bilsin, demək istəyir ki, yəni çoxluqla deyil, insan geri çalışmağı da haqqla ola. Haqq az olsa belə. Haqqın haqqı odur ki, ona tabi olmaq. Aydın qardaşlar, və həmçinin 10-cu məsələ, şeyx buyurur ki, rahimullah, fi təfsiri la iləhə illallah, la iləhə illallah təfsiri var bu fəsildə, bu babda. La iləhə təfsiri nədir? Yalnız Allah'a ibadət etmək, şirkdən çəkinmək. La iləhə xulasa budur. La iləhə mənası odur ki, yalnız Allah'a ibadət etmək və şirkdən çəkinmək. Və 11-ci də məsələ buyurur ki, şeyx rahimullah, şirkdən çəkinməyin fəziləti görsənir bu babda, fəsildə. Şirkdən çəkinməyin fəziləti. Doğrudan da şirkdən çəkinməyi, qardaşlar, ayrıca fəziləti var. Onu öyrənmək, bilmək ki, çəkinəsən, fəzilətdir, elhamdülillah. Mesela biz dəstəyi fəzilətdir. Mələklər yazır savabı. Həm elm məclisinə görə, həm salihlərlə oturduğuna görə, ki, başqa yerdə nerede oynayardı kimsə və s. və s. Baxma, indi nerede misal çəkdim, haramdır. Dəvnə oynayardı və s. Və ya oturardı müəllif uşaqların söhbətdə, yox, gəldin elm öyrənməyə, elhamdülillah. Savabdır. 1 saat və Allah üçün sərf edin. Və xüsusən də elmdə nə elmi? Şirk elmi, tohid elmi. Bu daha da yəni fəzilət, dərsi fəzilətləndirir. Aydındır qardaşlar. Və bu qədər müəllif hələ bu fəsillər bula demək istədi. Və sonra 5-ci fəslə başlayır, rahiməhullah. Buyurur ki, bəb əd-dua ilə şəhadəti ən la iləhə illallah.
müəllif rahimullah deyir ki, la ilahe illallah şəhadətinə dəvət. O məsələyə keçir. İnşallah qalsın o məsələ. Gələn dərsimizə düzün Allah bilir. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.